Salam, hər vaxtınız xeyir, hörmətli oğurlayacaq. Kariyer məsləhətçi. Kariyer məsləhətçi kimdir? Kariyer məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsdir deyilir. Siz əgər iş axtarırsınızsa, iş axtarışında dəstək ola bilir. Bu dəstəkdən yararlanmaq üçün isə mənə özəldən yaza bilərsiniz. Yoldaşlar, bugün 6 aprel 2025 tarixidir və bu günləri mən sizə bəzi elanları nəzərinizə çatdırmaq istəyirəm. Onlardan bəziləri, hamısı iş elanları, bu dediklərim elə ancaq, yəni iş deyəndə ancaq ağlınıza bunlar gəlməsin ki, elə ancaq dediyim işlərdir var olan. Yəni işlər çoxdur. Mən sadəcə bir-ikisini sizin üçün məlumat olaraq ötürürəm. Yəni iş elanlar çoxludur. Müxtəlif sferalarda var, müxtəlif sahələrdə var. Onların hamısı ilə tanış olmaq istəyirsinizsə və yaxud da əksəriyyətlə tanış olmaq istəyirsinizsə, özəldən yaza bilərsiniz. Ümumiyyətlə təkcə iş elanlarla tanış olmaq deyil, digər məsələlərlə də bağlı. Hansı ki, iş axtarışınıza, iş tapmanız məqsədi iləndir olan. Onlardan da bağlı mənə yaza bilərsiniz. Bağban işi var yoldaşlar, misal üçün Novxanı qəsəbəsindədir. Ev işlərinə məşğul ola biləcək xanım istəyirlər, ailəli olmalıdır. Qalmağa evlə də təmin olunur. 35-50 yaşlı bir şəxs olmalıdır. Bundan əlavə yoldaşlar, Mingəçevir şəhərində də belə deyim, ona nə deyilir? Kənd təsərrüfatı işçisinə ehtiyac var. 1000 manatdır. Bundan əlavə Ağdaşda da belə deyim, çoban işi var yoldaşlar. Bundan əlavə və qeyd edeyim ki, həmin o çoban işində siz də öz heyvanlarınızı qata bilərsiniz. Sonra fermaya da bir işçiyə xanıma ehtiyac var yoldaşlar. 500 manatlıqdır. Bu Bakıdadır. Və işi də öyrədirlər. Qalmağa da yer verirlər yoldaşlar. Nasosunu da quşçuluq şirkətinə lazımdır. Bundan əlavə mebel sexində təcrübəli mebel ustasına ehtiyac var. Kəsimciyə. 800 manatlıqdır. Bundan əlavə fast food restoranlarından birində aşpaz köməkçisinə ehtiyac var. Oğlan aşpaz köməkçisinə. Yəni təcrübə tələb olunmur. Ona görə könül rahatlığı ilə gedib bu işə müraciət edə bilərsiniz. Əsas odur ki, cəld işləyin və təmizkar olun və işi də öyrədirlər sizə. Gediniz bir sənət sahibi olmaq istəyirsinizsə, buyurun. Belə bir gözəl fürsət var. Targovdadır, şəhərin göbəyindədir. İş vaxtı da 9 saatdır, əmək haqqı da 450-550 manatlıq işdir. Çay boyu da verirlər, bonus da verirlər. Yəni bir müddət aşpaz köməkçi işlədikdən sonra özünüzü doğrulub aşpaz işləyə bilərsiniz və yaxud da fərqli sferalarda işləyə bilərsiniz aşpaz olaraq. Sonra salatçı işi var 900 manatda. Bu Beyhəbətdə yerləşən dəniz balıq evinə lazımdır yoldaşlar. Salatçı işidir. Sonra sürücü işi var. Günlük 35 manatdır. Bu amma taksi sürücüsüdür. Ona görə bunun üstünə bir xət, bir quş buna. Bu və bənzəri digər iş elanlarla da tanış olmaq üçün yoldaşlar mənə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.